Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'da. Bugünkü hədisimiz inşallah 10-cu hədisdir. An Əbu Hureyrata radiyallahu anhu qalə qalə Rasulullah sallallahu aleyhi ve sellem. Əbu Hureyra'dan gəlir ki, Rasulullah sallallahu aleyhi ve sellem belə demişdir. İnnallaha tayyibun. Allah subhanahu teala həqiqətən pakdır. La yaqbalu illa tayyiban. Yalnız pak şeyləri qəbul edir. Və innallaha teala əmərəl müminina bimə əmərə bihi el-mursalin. Yəni Allah Subhanahu Teala peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmiş, fəqalə və buyurmuşdur. Ya eyyuhər rusul kulu min tayyibati va'malu salihə. Ey peyğəmbərlər, təmiz, yəni halal nemətlərdən yeyin və yaxşı işlər görün. Və qalə Teala başqa ayədə buyurmuşdur ki, Ya eyyuhəl-ləzīne əmənu kulu min tayyibati mə razaqnakum. Ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin halalından yeyin. Thumma zəkərə ər-rəculə yutilus-səfərə. Sonra bir kişini zikr eləyir. Hansı ki o kişi, yəni o bir kişini xatırladır bizə ki, hansı ki o kişi uzun bir müddətdə səfərdə olur. Yutilus səfər, uzun bir müddətdə səfərdə olur. Və diqqət olun qardaşlar, buradakı o kişinin vəsiflərinə necə vəsf olunub. Deməli, uzun bir səfərdə olur. Əşhəsə əğbəra. Deməli, saçı dağınıq, üstü toz torpaqlı. Üstü toz torpaqlı bir kişini Rasulullah sallallahu aleyhi ve sellem bizə xatırlatdı. Yəni xatırlatdı. Yamuddu yədeyhi iləs-səmə. Həmin kişi əllərini göyə açaraq Ya Rəbbi, Ya Rəbbi deyirdi. Ey Rəbbim, ey Rəbbim deyirdi. Və mət'amuhu haram. Onun yediyi haram. Və məşrəbuhu haram. İçdiyi haram. Və məlbəsuhu haramun. Geydiyi də haram idi. Vəğuziyə bil haram. Haramla bəslənibdir. Yəni kim tərəfindənsə haramla bəslənibdir. Fə ənnə yüstəcəbu lizəlik. Haradan duası qəbul olunsun? Yəni necə duası qəbul olunsun? Burada qardaşlar fə ənnə yəni Quranda da Allah Subhanahu taala deyir. Yəni necə, haradan mənasında olandır. Quranda Allah Subhanahu taala buyurub Ya Məryəm ənnə ləki hədə. Ey Məryəm, bu sənə hardandır? Həmin ənnədir. Yaxşı, deməli baxaq buradakı məsələlərə. Baxın qardaşlar, yəni Allah Subhanahu taala tayyib, yəni pakdır və yalnız pak şeyləri qəbul edir. O deməkdir ki, haram yolla qazanılan pulları sədəqə verməkdə də heç bir fayda yoxdur. Tutaq ki, kiminsə ərazisini qəsb eləmsən və orada məscid tikmisən, o məscidin sənə heç bir faydası yoxdur. Sonra alimlər buyurur ki, burada Allah Subhanahu taala rəsullara əmr etdiyi kimi möminlərə də əmr edib. O deməkdir ki, möminlərin şəninin, dərəcəsinin uca olmasıdır. Allah Subhanahu taala yəni nəbilərinə, rəsullarına, peyğəmbərlərinə əmr etdiyi kimi möminlərə də əmr etmişdir. Sonra burada qeyd etmişdir ki, yəni diqqətli olun o kişiyə ki, onu vəsf eləyib, necə vəsf eləyib? Uzun müddətdə səfər olması. Baxın qardaşlar, deməli duanın qəbul olunması üçün səbəblər var. Bildiyimiz kimi bir neçə səbəblər var. O səbəblərdən biri də
bir kəsin, insanın səfərdə olmasıdır. Xüsusən də uzun müddətli səfərdə olanda səfər əsnasında dualar qəbul olunur. Baxın, dua qəbul olunması üçün bu kişinin nə qədər səbəbləri var. Uzun müddətdə səfərdə olması, hə, saçının dağınıq, üstü başı toz olması, yəni heç fikir verməyib özünə ki, o qədər ürəklə istəyib ki, Allahdan, Eee, yəni, yalnız, yəni, fikri, zikri, yəni duada olması, bunu alimlər belə izah eləyir. Sonra əllərin, səmaya qaldırılması məsələsi, bu da duaların qəbul olmasına bir səbəbdir. Sonra ya Rəbbi demək, bu da duaların qəbul olması səbəblərindəndir. Amma baxın, onun bu duasına yəni bu qədər saydığımız səbəblər olduğu halda Allah Subhanahu taala bunun duasını qəbul etmir. Niyə? Yemək, içməyi, geyimi və bəslənməsi hamısı haram yollandır ona görə. Deməli, faydalardan götürürük ki, Allah Subhanahu taalanın Tayyib, yəni pak adı olması, növbəti fayda Allah Subhanahu taalanın özünün, yəni sifətlərinin, feillərinin və hökmlərinin kamil olması. Növbəti fayda Allahu Teala'nın yaradılanlara, yəni məxluqlara ehtiyacı olmaması. Yəni yalnız o pak olanları qəbul edir. Yəni sizə ehtiyacı yoxdur ki, gedib oğurluq eləyəsiz, haram yolla qazanıb sədəqə verəsiz. Yəni o sədəqəyə Allah Subhanahu taala ehtiyacı yoxdur. Zaten halal yolla qazansan da Allah Subhanahu taalanın sənin verdiyin sədəqəyə ehtiyacı yoxdur. Sadəcə sənin özünə xeyirdir. Sonra faydalardan əməllərin, yəni 2 yerə bölünməsinə cəhətdən həm qəbul olunan və həm də rədd olunan, yəni qəbul olunmama cəhətdən, yəni tərəflərə bölünməsi. Sonra faydalardan peyğəmbərlərə də əmr verilir və qadağalar qoyulur. Sonra növbəti faydalardan peyğəmbərlərə əmr verildiyi kimi möminlərə də, yəni peyğəmbər olan hörmət kimi möminlərə də hörmət olunur, dərəcəsi yüksəl tutulur və onlara da əmr verilir və qadağalar qoyulur. Sonra faydalardan əməl etməyə həvəsləndirən, ruhlandıran işlərdən istifadə etmək. Çünki misal üçün orada cümlə belə işləndir ki, şübhəsiz ki, Allah Subhanahu taala peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Yəni bu cümlə möminləri neyniyir? Daha da həvəsləndirir. Ona görə belə bir üslublardan istifadə etməyin şəriətdən, nədir, şəriətdə varid olması. Sonra həmçinin faydalardan möminlərə və peyğəmbərlərə təmiz olanlardan yemələrinin əmr olunması və həmçinin faydalardan Allahın verdiyi nemətlərə, yəni salih əməl etməklə şükür etmək. Həmçinin böyük elm əhli olsa da, onlara da salih əməlləri xatırlatmaq. Çünki Allah Subhanahu taala nə deyir? Deyir, yəni təmiz şeylərdən yeyin və salih əməl edin. Kimə deyirdi onu? Nəbilərə, rəsullara. Zaten onlar elə salih əməl edirdilər. Sadəcə bu xatırlatmaq yerinə düşdükdə onu etmək lazımdır. Yəni istənilən möminlərə nəsihət etmək, onlara yaxşı əməlləri xatırlatmaq. Və həmçinin faydalardan uzun səfərin, sonra əli səmaya qaldırmağın, ya Rəbbi deməyin, nədir? Duaların qəbul olmasına səbəb olması və həmçinin burada sual cümləsi gəlib ki, yəni haradan onun duası qəbul olunsun? Burdan alimə belə fayda çıxardıb ki, yəni bunun duasının qəbul olunmaması yüksək ehtimaldır ki, bunun duası qəbul olunmasın. Amma qəti şəkildə deyə bilmirik. Amma hər bir halda çox alimlər deyir ki, çox təhlükəli bir şeydir. Yəni haramla yeyib içmək, dolanmağın, yəni dualara da nədir, mənfi təsir edir. Yaxşı, indi inşallah bunun qrammatik təhlilinə baxaq. Burada kitabın yəni İrab kitabındakı mətndə bu üstəgəllər ola bilsin bu dırnaq işarəsidir və yaxud da mötərizə kimi
götürə bilərik. O ayətlərin dırnaq işarəsi. Deməli burada an hərfu cər, əbi ismu məcrur və aləmətü cərrihi əliyə liənnəhu minəl əsmail xamsə və huvə mudaf. Hureyra mudafun ileyh mecrurun ve alametü cerrihi el fetha liannehu memnun min sarf li alamiye ve te'nis hem adlar qrupundandır. Memnun min sarfın hem adlar qrupundandır hem de qadın cinsində olması qrupundandır. Necə axı Hureyra, Əbu Hureyra yəni kişiyə müraciət olunub demişdik ki, yəni memnun min sarfda kişi adlarında təmarbuta varsa o memnun min sarf yəni qruplarından sayılır. Çünki müənnəs var ləfsi, var mənəvi. Burada ləfsi nədir? Müənnəsdir. Deməli, radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem səbəqə iqrabuha fil hədis-i əvvəl, yəni keçib bunun iqrabı. İnnə hərf-i təvkid və nasbin tansubul ismə və tərfəul xəbər. Allahu ismu innə, Allah'a yəni. اسم إن منصوب وعلامة نصبه الفتحة تعالى فعل الماضي مبني على الفتح مقدر منع من ظهورها تعذر طيب يعني طيب خبر إن الخبر ده مرفوع وعلامة رفعه الضمة لا يقبل لا النافية ده يقبل فعل مضارع مرفوع وعلامة رفعه الضمة والفاعل ضمير مستتر جوازا تقديره هو ويجوز إعراب الجملة خبران ثانيا في محل الرفع. Bunu ikinci xəbər kimi də, yəni deyir, götürə bilərik. Nəyin ikinci xəbəri? Yəni innallaha tayyibun idi. Elə deyir, tayyibun innanın xəbəridir. Yəni deyir ki, biz bu cümləni lə yəqbəlunu da ikinci bir xəbər kimi götürə bilərik. Nə üçün qardaşlar? Baxın, bax. Burada mətnə baxaq. İnnallaha tayyibun lə yəqbalu. Burada nəyə işarə var sanki? Nəkirə gəlib, nəkirədən sonra fe'li cümlə gəlib. Sanki bu fe'li cümlə tayyibunun nə idi? Nədir? Sifətidir. Amma sifət kimi yox, ikinci bir xəbər kimi götürürük. Aydındır. Çünki burada nə vav var, nə av, nə thümmə, nə fə, yəni heç bir at hərfi yoxdur ki, biz nəsə deyək. Əgər at hərfi yoxdursa, bunlar bir-birinə belə bir bağlılığı varsa, artıq biz bunu başqa cür cəhətdən baxmalıyıq bu cümləyə. Ki, yəni bu isimdən sonra belə bir şey gəlibsə, arada heç bir at hərfi olmadan artıq diqqətli olmalıyıq ki, bu cümlə bu ismin nəyidir? Aydındır? Sifətidir, yoxsa halıdır? Amma baxırıq ki, yəni burada ikinci xəbər kimi götürülür. Yaxşı, burada indi. İllə ədətul istisna tayyiban məfulun bihidir, mənsubun və aləmətə nasbihi əl-fəthə. Və innallaha yenə də innə hərf-i təvkid və nasbin Allaha ismuhə mənsubun və aləmətə nasbihi əl-fəthə. Əmərə fi'lul mədin məbniyun aləl-fəthə və fa'il damir mustatir cavazən təqdiruhu huva. Vəl-cümlə fi məhəlli raf xəbəri innə. Yəni bu əmərə cümləsi ki var idi. Yəni innallaha əmərəl mu'mininə. Bu nədir? İnnənin xəbəridir və rafalının yerindədir. Əl-mu'minin məfulun bihidir, mənsubun və aləmətun nasbihi əliyə. Əl-mu'minin, yəni əmrə feilinin məfulun bihisidir. Bimə əl-bə harfu cərdir, mə ismu məvsulun məbniyun alə-sukun fi məhəlli cər. Əmrə, yəni səbəqə irabuha, yəni irabı önündə keçib. Vəl-cümlətü siləti məvsulə lə məhəllə ləhə minəl iqrab. Ki, yəni mədən sonraki cümlə ki var, yəni əmərəl mümininə bimə əmərə bihi əl-mursəlin. Yəni həmin o cümlə ki var, onlar lə məhəllə ləhə minəl iqrab. Bihi əl-bəu hərful cərrin, əl-hə damirun məbniyun alə-sukun, alə-l-kəsri fi məhəlli cər.
المرسلين تورى إعراب المؤمنين يعني مؤمن إعراب olunur. فقال تعالى سبق إعرابها يا أيها يا حرف نداء مبني على السكون أي مناد مبني على الضم في محل نصب. الرسل صفة مرفوعة. Burada kardeşler yani ar-rusul sözünü sıfat da götürmüyorlar, bedel de götürmüyorlar. Neyin? Bu ey sözünün bedeli de yani götürmek olar. E, burada hə isə hərf tənbihdir. Xəbərdarlıq hərfidir. E, yəni burada sanki nə deməkdir? Ey filan kəs, yəni rəsullar. Sifət kimi də götürmək olar. Və yaxud ey rəsul filan kəs. Çünki ey nəkirədir da, yəni hər hansı bir kəsi çağırırsa. Amma bunu bədəl də götürmək olar. Bədəl götürsək, sanki yəni kimi tərcümə edirik. Yəni deyirsən ki, ey filan kəs, yəni rəsullar. Amma sifət kimi ey rəsul filan kəslər. Aydındır? Yəni sifət o cəhətdən, yəni sifət isə bəs mövsufanı, yəni mənutanı, nahtdırsa mənutanı, mənutu bunun ey kəlməsidir. Hə də isə burada həni irab edib, yox eləməyib. Hə isə yəni hərf-ü tənbihdir. Aydındır? Yaxşı, sıfatı mərfu dedik. Kulu fi'lu əmrin məbniyun aləl hasfin nun vel vav damir, buradakı vavı deyir. Məbniyun aləl sukun fi məhəl raf fəilun. Hasfin nun yəni qardaşlar burada elə bil ki təəkulunə sözüdür. Yəni təzhəbunə. Aydındır? Əmirdə necə olur? Deyirsən ki, idhəbu, həm təni düşürdürsən, mudarinin yəni təsini, həmçinin də orada mudarinin ki nunu var, o düşür. Aydındır? Və yerinə qoyulur nə? Burada əlif qoyulur. Əlif fərqa deyirlər. Yəni tələffüz olunmur bu əlif. Bu sanki bir ölü əlifdir. Bu əlif fərqa nəyi fərqləndirir? Bəzən sonu vavla bitən ola bilər ki, isimlər olsun. Misal üçün, muslimu, bələdi, mənim ölkəmin müsəlmanları, orada nun düşür da. Yəni, həmin o muslimu, mu'minu, mudarrisu, o nun ki düşəndə mudarrisunə, muslimunə, oradakı mudaf əsnasında nunlar düşdükdə, bu cür feillərlə isimlər bir-birinə qarışmasın deyənə əlif fərqə qoyublar. Və həmçinin də naqis feillər ki var, yəd'u kimi feillər ki var, onunla yəni iltibəs olmasın deyənə, yəni nəfçilər buna bir əlif artırıblar. Çünki qədimdən bildiyimiz kimi hərflərdə nə hərəkə olub, nə nöqtələr olub. Aydındır? Yəni isimlə feilin qarışma ehtimalı var idi. Bu cəhətdə buna əlif qoyublar, əlif fərqə deyirik. Hər bir halda deyilən nunun düşməsi həmin nundur. Yəni təəkulunə tə düşür, mudarinin əneytusu, yəni əneytəsi təsi düşür. Həmçinin də nunu düşür, kulu deyirik və o iqrabda da yəni bu cür həsfun nun və vav, vav da həmin bu vavdır. Damir məbnin alə sukun fi məhəlli raf faildir. Yəni entumda da sanki entum. Yəni entum kulu, yəni kulu entum. Min tayyibat. Min harf cer, tayyibat ismu mecrun ve alametul cerrihi el kesra. Ve'melu tuğra bi iqraba kulu. Yəni deməkdir kulu kimi iqrab olunur. Yaxşı, bu da salihən sanki bu yeni cümlədir. Bu salihin artıq yenidir. Burada belə nöqtə qoymaq lazım idi. Salihən məfulun bihi mənsubun və aləmətu nasbihi əl-fəthə. Əl-vavu, buradakı vavu deyir. Harfu atfin, qalə tealə yə əyyuhə, səbəqə irabuhə, əlləzinə sıfətun məbniyyətun aləl-fəthə fi məhəlli raf.
Yenə də yəni ya eyyuhellezine, ellezine yəni nəyin sifətidir? Burada əyyinin sifəti yəni. Ə, ya eyyuhellezine amenu, amen fi'lu madi mebniun ala dammi liittisali bihi liittisalihi bi vavil cema'a. Vav cema'a bunu deyir. Yəni cəm vavı. El vav damir mebniun ala sukun fi mahalli raf fa'ilun. Kulu min tayyibat. سبق إعرابها والطيبات هنا مضاف. ما اسم موصول مبني على السكون في محل الجر بالإضافة. رزقناكم. Razakana olmaz. Yani razakana yani razaka. O bizi ruzlandırdı. Ama razak ne? Biz ruzlandırdık. Aydındır. Yani bu sukun meselesine getirdi. Razak فعل ماض مبني رزق يعني فعل ماض مبني على السكون لاتصاله بالضمير نا ضمير ضمير رفع مبني على السكون في محل رفع فاعل كم ضمير مخاطبين مخاطب ضمير يعني جمدdir يعني نحن مبني على السكون في محل النصب مفعول به ثم حرف عطف ذكر فعل ماض مبني على الفتح و فتح والفاعل ضمير مستتر جوازا تقديره هو يعني burada هو cizlenip الرجل مفعول به يعني الرجل منصوب ولم تنصب الفتحة يطيل فعل مضارع مرفوع وعلامة رفعه الضمة والفاعل ضمير مستتر جوازا تقديره هو cizlenip والجملة في محل نصب حال من الرجل يعني o cümle hamısı الرجل يطيل الرجل يطيل baka orijinala e, deməli mərif ədədi deyənə bu cümlə racul sözünün halıdır. Amma raculun olsaydı, raculen olsaydı, yəni nəkirada, onda yutilu safar bu raculanın sifəti olardı. Necə kişi? Uzun səfərdə olan kişi. Amma hal kimi, yəni onun halını deyirsən. Elə bir kişi ki, vəziyyəti belə idi. Aydındır. Sifətlə hal bir-birinə yaxındır, amma sifət daimi olur, bir şeyin sifəti, hal isə müvəqqəti olur. Sonra əs-səfər məfulun bihi mənsubun və əlamətü nasbihi əl-fəthə. Əşhəzə əğbəra. Hələn mənsuban. Hər ikisi haldır, mənsubdur. Yamuddu, yəni toğraba iqraba yutilu kimi iqrab olunacaq. Ki, yəni müdarif elədiyi üçün, yəni damir, huva damiri müstatirdir cavazı. Yedey məfulun bihi mənsubun və aləmətü nasbihi əl-yə və huvə mudaf. Əl-hə damir məbniun aləl kəsri fi məhəllə cər bil-idafə ilə hərfu cərrin. Əs-səmai ismun məcrun və aləmətul cərrihi əl-kəsrə والجار والمجرور متعلقان بيمد يا ربي مناديان مبنيان على الضم في محل النصب واو حال burada hansı vavdır? Yəni ya Rabbi və mət'amuhu haramun və məşrabuhu haramun. Yəni yediyi haram olduğu halda. Və burada yəni hal vavıdır. Mət'am mübtədə mərfu və aləmətü raf'i dammə və huve mudaf el-hə damirun məbnun alə dammi fi məhəlli car bil idafə. Haramun xəbərun yəni bu əgər mübtədədsə haram da yəni xəbərdir. Xəbəru mərfuun və aləmətü raf'ihi əd-dammə. Vəl cümlətun minəl mübtədə vəl xəbər bunlar hər ikisi yəni bu ikisi bir yerdə neymiş? Fi məhəli nasb hal. Həmin o kişinin nədir? Halıdır.
ومشربه حرام وملبسه haram. Tora bir qərabə və mətamə haram və yəni bunun kimi irab olunacaq deyir. Sonra burada əslində mötəzəni buradan qoymalı idi. Yəni belə. وغذي فعل ماض مبني للمجهول مبني على الفتح والنائب الفاعل ضمير مستتر تقديره هو. بالحرام الباء حرف جر الحرام الباء حرف جر الحرام اسم مجرور وعلامة الجر الكسرة وهما متعلقان بغذي bunu düzeltersiz غذينا والجملة بالحرام في محل نصب حال. Yani غذي بالحرام ikisi bir yerde neymiş? Haldır. فأن الفاء حرف عطف أن اسم استفهام مبني على السكون في محل النصب على الظرفية. Yani min eyne de yani sanki belədir. Yani min eyne. Bəzən bu keyfə mənasında olur. Yüstəcabu fi'lu mudari mərfu alamatu raf'ihi damma və huve mebni lil meçhul lehu. Bəzi rivayətlərdə lizəlik gəlir. Car və mecrur fi mahalli raf naibun fa'il. Bitti. Subhanakallahumma ve bihamdik eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.